Çingizxanın dağıtmadığı minarə. Buxaranın ən tanınmış simvollarından biri Poykalondur bura. Arxamda gördüyünüz Kalon minarəsinin təxminən 900 yaşı var. O 1127-ci ildə Qaraxanlı hökmdarı Arslan xanın dövründə tikilib və 46 metrdən hətta çox hündürlüyə malikdir. Amma onun tarixinin ən maraqlı səhifəsi 1220-ci ilə gedib çıxır. Çingizxanın ordusu Buxaranı ələ keçirir. Şəhər böyük dağıntılara məruz qalır. Amma Çingizxan bu minarənin qarşısında dayananda onun əzəmətindən təsirlənir rəvayətə görə və dağıdılmamasını əmr edir. Beləcə Kalon minarəsi əsrləri keçərək günümüzə kimi gəlib çıxır. Üstəlik bu sadəcə minarə olmayıb. Bundan şəhər məntəqəsi kimi də istifadə olunub. Buxara İpək yolunun üzərində yerləşirdi. İstiqamət verici bir kursda olub və bugün ətrafında gördüyümüz bax bu Poykalon ansamblı müxtəlif əsrlərin tarixini bir araya toplayıb. 12-ci əsrdə minarə olub, 16-cı əsrdə məscid olub və eyni zamanda da bax bu cür bir Mir Ərəb kompleksi kimi də istifadə olunur. Yəni Buxaranın bugün ətrafında gördüyümüz bax bu Poykalon ansamblı müxtəlif əsrlərdə tarixin bir elementini özündə daşıyıb. Eyni zamanda bax burada duranda bir neçə əsrlərə də düşmək mümkündür. Əslində belə də deyirlər ki, Çingizxana təşəkkür etmək lazımdır ki, bu möhtəşəmliyi dağıtmayıb.